Salam müəllimlər. Mən Nurlanə Muradova, Texnologiya 7-ci sinif 25-ci mövzunun izahı. Əl ilə yerinə yetirilən tikiş əməliyyatları. Hansı tikiş əməliyyatları əl ilə yerinə yetirilir sualını cavablandıraq. Məmulatların çox hissəsi, məsəl üçün ətəyin, şalvarın, paltarın aşağı kənarları, qolun ağzı, çəpinə, düz və xaçvari tikişlə tikilir. Bu tikişlər parçanın üst tərəfindən görünmədiyi üçün buna gizli bastırma tikiş deyilir. İşin icrası üçün nazik qısa iynələrdən və parçanın rənginə uyğun və yaxud parçadan biraz tünd rəngdə olan saplardan istifadə edilir. İş zamanı sapı çox tarım çəkmək olmaz, çünki parçanın üst tərəfində dartılma, yığılma gözəl görünməz. Bastırma tikişi parçanın üst tərəfindən görünməyən detalların aşağı kəsiklərinin qatlanmış kənarlarını birləşdirən gizli tikişdir. Əvvəlcə detalın kənarlarını qatlamağa hazırlamaq lazımdır. Bunun üçün emal payını tərs üzünə qatlayıb kökləyirlər. Rahat olsun deyə bəzən kəsiyi qabaqcadan nişanlayırlar. Əgər parça nazikdirsə və parçanın sapları tökülürsə, kəsiyi 2 dəfə qatlamaq lazımdır. Sonra qat yerini tərs üzündən ütüləyib, kənarları bastırma tikişi ilə bastırmağa başlayırlar. Məmulatın kənarlarının qatlanması zamanı məmulat masanın üzərinə elə sərilməlidir ki, onun aşağı kənarlarını qatlamaq rahat olsun. Düz tikişlə qatlamadan həm bağlı kəsik, həm də nişanlanmış kəsiklə qatlamada istifadə edilir. Tikiş məmulatın və qat kəsiyinin arasından keçdiyinə görə qatın kənarını yüngülvari çevirmək lazımdır. Tikiş sağdan sola keçirilir. Bu zaman sap qat xəttinin 0,2-0,3 sm-lik məsafəsindən keçir və içəri bükülmüş hissələrin 0,5 sm daxilindən keçərək parçanın üst tərəfinə çıxır. Sap parçanın üzərində görünməməlidir. Bu səbəbdən də parçanın üz hissəsinə çıxarkən qalınlığının yarısına bərabər 1-2 sap götürərək yenidən 0,5 sm olmaqla qat kəsiyinə qatlama tikişi ilə bərkidilməlidir. Növbəti çəpinə tikişlə qatlama. Çəpinə tikişlə kəsiyi sökülən, nazik qatlanmış kənarı bağlı kəsikli bastırma tikişi ilə bərkidirlər. Tikiş iynəni sağdan sola hərəkəti ilə tikilir. İynəni qatlanmış kəsikdən 0,1 sm məsafədə parçaya keçirirlər. Bu zaman iynəni qatlanan hissədən tam, əsas hissədən isə qalınlığının yarısına qədər keçirirlər. Tikişin uzunluğu 0,3-0,5 sm olmalıdır. Sonra sapı dartır, birinci tikişdən 0,2-0,3 sm aralı olmaq şərti ilə ikinci tikişi yerinə yetirirlər. Xaçvari tikişlə qatlama. Bu üsulla qalın parçalardan hazırlanan məmulatın qatlanan kənarlarını bastırırlar. Bu tikişi əvvəlcədən kökləmək lazım deyil. Çünki xaçvari tikişi yerinə yetirərkən eyni zamanda kənarlarını qatlayıb və tikmək də olur. Xaçvari tikiş nə cür yerinə yetirilir? İynəni soldan sağa doğru hərəkəti ilə aparılır. İynəni qatlanan hissədən tam 0,1-0,2 sm məsafə arası və əsas hissədən isə qalınlığının yarısına qədər keçirirlər. İynəni sağdan sola doğru qatlanan və əsas hissələri növbə ilə keçirirlər. Bu zaman parçanın sökülmə dərəcəsindən asılı olaraq iynəni hissənin kəsiyindən 0,3-0,5 sm aralı keçirirlər. Düz tikişlə qatlama, çəpinə tikişlə qatlama və xaçvari tikişlə qatlama. Kövbənin biçilməsi. Öyrənmək lazım gələn növbəti əl ilə yerinə yetirilən tikiş əməliyyatı kövbənin biçilməsidir. Kövbə elə parça hissəsidir ki, ondan detal kəsiyinin emalı zamanı istifadə edilir. Kövbə eninə və yaxud çəpinə istiqamətdə düz kövbə, yaxud da 45 dərəcə bucaq altında biçilə bilər. Bu isə çəpəki kövbə adlanır. Düz kövbəni biçmək üçün parçanın en kəsiyindəki əyriliyi çıxarmaq, parçanı mümkün olduğu qədər düz kəsmək lazımdır. Parçanı qatlayıb en kəsiyi istiqamətində parçanın kənarına ən yaxın yerdən bir sap çıxarmaq lazımdır. Bundan sonra çıxarılmış sapın izi ilə diqqətlə əyri kənarı kəsib çıxarmaq lazımdır. Parçanın kənarının düzəldilməsi, düz kövbənin biçilməsi.
En kəsiyindən çövbənin uzunluğunu müəyyənləşdirib xətt boyu çövbəni qeyd etmək lazımdır. Parçanı qeyd olunmuş xətt boyunca kəsmək lazımdır. Çəpəki çövbənin biçilməsi üçün parçanı elə qatlamaq lazımdır ki, onun kənar haşiyələri və en kəsiyi düzbucaq əmələ gətirsin. O zaman parçanın qatı 45 dərəcə bucaq altından keçəcək. Çəpəki çövbənin biçilməsi, düzbucaq altında çəpəki çövbənin tikilmə qaydası, tikilmiş çəpəki çövbələr. Parçanı bir qat qatlayıb, qat yerindən kəsmək lazımdır daha sonra. Əvvəlcədən qat yerini kökləmək və ya təbaşir ilə nişanlamaq olar. Çövbəni müəyyən edib kəsişdən xətt çəkmək, parçanı xətt boyunca kəsmək lazımdır. Əgər iş zamanı uzun çövbəyə ehtiyac olarsa, o zaman 2 və daha artıq qısa çövbə tikmək lazımdır. Çövbələrin tikilməsi. 2 çövbəni kəsikləri yerləşdirməklə düz bucaq altında üz-üzə qoyub, uzunluğu 0,3-0,5 sm olmaqla en kəsiyi boyu tikmək, emal paylarını ütüləyib, qırağa çıxan kənarları kəsmək lazımdır. Və iynə ilə işlədikdə təhlükəsizlik qaydaları. İynələri təyin olunmuş yerdə, yəni xüsusi qutuda, kiçik yastıqda saxlamaq lazımdır. Onlar iş yerinə qoymaq olmaz. Heç bir halda iynəni ağza almaq və geyimə taxmaq olmaz. İynəni məmulatda saxlamaq da olmaz. Tikiş zamanı oymaqdan istifadə edin. Qırılmış iynə hissələrini yığaraq kağıza bükün və atın. İşlək iynəni həmişə sapa keçirilmiş vəziyyətdə saxlayın.